Salam əziz müəllimlər, hər birinizi salamlayıram. Hər vaxtınız xeyir olsun, gününüz uğurlu olsun inşallah. Əziz müəllimlər, dərslərimiz haqqında ilk öncə qısa məlumat verim ki, əgər dərslərimiz haqqında maraqlanmaq istəyirsinizsə, həm əyani, həm onlayn dərslərimiz haqqında 050 752 60 07 nömrəsinə yazmağı və yaxud da zəng vurmağı unutmayın. Əziz müəllimlər, biz bugünkü izah edəcəyimiz dərsimiz metakognitiv bacarıqlardır. Metakognitiv bacarıqlar biz bilirik ki, yeni artırılan, bir neçə ildə artırılan mövzulardan biridir. Buna görə də əksəriyyət müəllimlərin bir balaca da qaranlıq olan mövzusudur və çətin gəlir. Mən sizi inandırıram ki, izahımıza bir neçə dəfə baxsanız, artıq bu mövzu sizin üçün asan olacaq. Ümumiyyətlə, metakognitiv bacarıqlar nədir? Biz metakognitiv bacarıq deyəndə nə başa düşürük? Bizim əvvəl ənənəvi təhsil sistemi ilə artıq kurikulumdan keçirilən müasir təhsil sistemimizin fərqi, bax bu cür dərslərdə deyək ki, daha yaxşı başa düşürük və öyrənirik. Ənənəvi dərsimizi bir xatırlatma olaraq deyim ki, müəllim dərsi izah edirdi. Müəllimin əsas funksiyası, yəni hazır şəkildə biliyi, bacarığı şagirdə ötürürdü. Hazır biliklər, yəni şagirdin də vəzifəsi hazır ötürülən biliyi hazır şəkildə öyrənib müəllimə çatdırmaq idi. Ancaq bizə müasir kurikulum təhsil sistemi öyrətdi ki, şagirddə metakognitiv bacarıqlar öyrətmək lazımdır. Yəni müasir təhsil sistemi tələbi bizdən bunlardır ki, şagird öz fəaliyyəti haqqında düşünməlidir, bacarmalıdır. Şagird bir fəaliyyətlə məşğuldursa, artıq onu belə deyək ki, şagirdin özündə bacarıq formalaşmalıdır, şagird o bacarıqdan istifadə etməlidir, işinin planını qurmalıdır, özünü qiymətləndirmək bacarığı olmalıdır, sonunda gördüyü işin refleksiyasını aparmaq bacarığı olmalıdır. Bunun hamısını ümumiləşdirdik. Yəni, real bacarığı olmalıdır, özü fəaliyyətlə məşğul olanda öz səhvini, düzünü bilmək bacarığı olmalıdır. Biz müəllimlər, bunu şagirdlərdə formalaşdırmalıyıq, ümumiləşdirdik və buna metakognitiv bacarıqlar dedik. Yəni, öz fəaliyyəti haqqında düşünmək. Əgər şagird öz fəaliyyəti haqqında düşünə bilirsə, onlar özlərinin müəlliminə belə deyək ki, çevrilir. Artıq özü səhvini görə bilir, özü düzünü görə bilir, nəyi öyrənəcəyini bilir, planlaşdırması olur şagirdin. Özlərini idarə edə bilirlər, özlərini qiymətləndirməyə bacarırlar, fəaliyyətləri barədə dərindən düşünməyi bacarırlar. Yəni, bunların hər birini özlərini motivasiya etməyi bacarır şagird. Bunların hər birini düşünə bilirsə, demək şagirddə metakognitiv bacarıqlar var. Və metakognitiv bacarıqları inkişaf elətdirmək və yaxud da onları formalaşdırmaq müəllimlərimizin vəzifəsidir. Ümumiyyətlə, metakognitiv bacarıqlar neçə komponenti var? 3 komponenti. Hansılardır əziz müəllimlər? Siz də zəhmət olmasa, ilk məndən öncə videonu saxlayın və özünüz bir həm lövhədə görürsünüz, həm də özünüz üçün bir xatırlatma olur. Çünki insan özü fikirləşib tapanda daha yaxşı yadda qalır. Görək metakognitiv bacarıqlar hansı komponentlərdən ibarətdir? Özünü monitoring, özünü tənzimləmə, özünü qiymətləndirmə. Qeyd edim ki, əziz müəllimlər, özünü monitorinqlə, özünü tənzimləmə hissəsi proses zamanı baş verir. Yəni, proses gedə-gedə. Proses zamanı baş verir. Özünü qiymətləndirmə isə proses bitir. Artıq mən özümü qiymətləndirirəm və sonra başlayıram özümü qiymətləndirmədə refleksiya etməyə, yəni səhvimi, düzümü aydınlaşdırmağa. Niyə səhv etmişəm, nə səbəbə bunu sonda izah edəcəm. Görək özünü monitorinqin özü neçə hissədən ibarətdir. Yəni, özünü monitorinqin tərkibində nələr var? Yəni, özünü monitoring o deməkdir ki, şagird tapşırığın edərkən özünü kənardan izləyir. Yəni, şagird öz tapşırığını etmək üçün etdikdə özünü monitoring edir, özünü yoxlayır, bir kənardan izləyir. Görək, nəyi bilirəm, nəyi bilmirəm. Özündə olanları dəyişməyə də, düzəltməyə çalışmır, heç bir şey eləmir. Sadəcə olaraq
kənardan bir izləyir. Özünü monitorinqdə heç nəyə yəni toxunmur, dəyişdirmək istəmir, düzəlişlər etmir, sadəcə olaraq izləməsidir. İzləyir, özü haqqında məlumat toplayır, ancaq heç bir şey etmir də, toxunmur, dəyişiklik etmir, düzəliş etmir, sadəcə olaraq izləyir, özünü monitorinq edir. Gələk özünü monitorinqin komponentlərinə. Görək özünü monitorinqin neçə komponenti var? Əlbəttə ki, 3 komponenti var. Və ilk olaraq hansıdır? Müşahidə. Əziz müəllimlər, özünü monitorinqin ilk komponenti hansı oldu? Müşahidə. Müşahidə deyəndə nə başa düşürük? Yəni müşahidə istər biz dərsdə, məktəbdə, istər yəni şagirdlərimiz təhsildə, peşədə də, istərsə də real həyatımızda, peşə fəaliyyətimizdə proses zamanı nə etdim, necə etdim, necə davrandım, özünü yəni bir növ ki, kənardan izləyirsən də nə eləyim, necə eləyim, nə formada eləyim. Bunların hamısı müşahidə komponentinə aiddir. Müşahidəyə uyğun bir misal çəkək. Məsəl üçün, mən deyək ki, ana dilindən və riyazi bacarıqlarım haqqında məlumatlıyam, özümü müşahidə edirəm və mən bilirəm ki, mən riyazi bacarıqlarım çox yaxşıdır. Sadəcə olaraq ana dilində düzgün işarələrdən işarələrimi yerini düzgün qoya bilmirəm. Bəzi boşluqlarım var, zəif olduğum tərəflərim var və mən bunu anlayıram. Özüm bilirəm, özümü müşahidə edirəm, səhvimi, düzümü görə bilirəm. Müşahidə etdimdə mən monitorinq elədim, özümü gördüm, mənim riyazi bacarığımda problemim yoxdur. Ancaq mən ana dilimdə artıq mənim mətnləri anlamada bu problemim var, anlayıb dinləmədə və yaxud da işarələrdə, durğu işarələrində bir problemim olduğunu aşkara çıxartdım. Və yaxud da ki, müşahidə bacarığında ikinci bir misal çəkək. Biz miqçilər, müəllimlər və yaxud da sertifikasiyaya hazırlaşan müəllimlərimiz öz-özlüyündə müşahidə edirlər. Yəni, mən fikirləşirəm ki, mən miqə hazırlaşıram, mütəmadi olaraq mən dərs oxuyuram, 3 fəndən hazırlaşıram, çətin, asan, orta tipli, yetəri qədər testlər hazırlayıram, yəni ki, yazıram və bunun üçün isə məndə səbir lazımdır. Mən səbirlə işimə yanaşıram ki, mən sonunda nəticəmi əldə edim. Bunları öz-özündə düşünə bilirsənsə, fikirləşirsənsə, tək bu təhsil sistemində yox, hər hansı bir işdə bu cür müşahidə edə bilirsənsə, səbir nümayiş elətdirə bilirsənsə, artıq səndə müşahidə bacarığı var. Yaxşı, gəl görək, özünü monitorinqin ikinci komponenti olan agah olma. Agah olma bizə nədən danışır? Agah olmaqda isə artıq, məsəl üçün, mən və yaxud da ki, siz yenə də hamısını özümüzə uyğun misallar çəkməyə çalışıram ki, bu daha yadda qalan olur. Biz deyək, agahdır deyə, mənim üçün nə agahdır? Məsəl üçün, mən miqə hazırlaşıram və mən fikirləşirəm ki, mən ana dili ilə riyaziyyatdan yaxşı nəticə göstərirəm. Ancaq kurikulumdan heç nəyin öhdəsindən gələ bilmirəm. Yəni, məni qane etmir. Mənim üçün bu agahdır. Mən bunu bilirəmsə, demək artıq özümü müşahidə edirəm. Yəni, bilirəm də mən bunu bilmirəm. Mənə agah olur. Mənə agahdır ki, mən ana dilini yaxşı bilirəm, riyaziyyatı yaxşı bilirəm, kurikulumu bilmirəm. Artıq bu mənə agahdır. Bilirəm, ancaq agah olmalı, mən heç nəyi, belə deyək də, müdaxilə etmirəm, heç bir dəyişiklik aparmıram, səhvlərimi düzəltmirəm. Sadəcə özünü monitorinq edirəm, özümü komponentin adına da fikir vermək lazımdır ki, özünü monitorinq. Yəni, bu mənə agahdır. Mən bilirəm ki, mən kurikulumu bilmirəm. Ana dilimi, riyaziyyatımı yaxşı bilirəm, kurikulumu bilmirəm. Artıq bu mənə agahdır. Görək, üçüncü komponenti özünü monitorinq nədir? Rəydir. Üçüncü komponentimiz artıq rəy almaq. Rəy almaq, əziz müəllimlər, rəy almaq nə deməkdir? Bir işi, proses gedir və sən müəllimindənmi,
yoldaşındanmı, evdə böyüklərindənmi? Məsəl üçün, uşaq bir şeir deyir. Heç bir intonasiyanı gözləmədən, yəni heç nəyə fikir vermədən tələsik bir şeir deyir. Şeiri deyir və müəlliminə deyir ki, müəllim, necə dedim? Və yaxud da bax, Azərbaycanın himnini deyir. Burada intonasiya lazımdır, durğu işarələrini gözləmək lazımdır. Bunu bir tələsik deyir, gedir. Və müəllim deyir ki, ay bala, hara qaçırsan? Bu olur da siniflərdə, daha çox aşağı ibtidai siniflərdə olur. Müəllim deyir, ay bala, hara qaçırsan? Niyə qaçırsan? Və heç nə demir. Sadəcə olaraq, yəni müəllim rəyini bildirdi ki, rəy verdi də. Yəni nələrinsə yolunda düz getmədiyini, nələrinsə mənfi olduğunu müəllim artıq işarə verdi, rəyini bildirdi. Və yaxud da yemək bişiririk biz mətbəxdə, qadınlarımızdır da əsas. Bu günlərin mülkçilərin əksəriyyəti qadınlardır, müəllimələrdir. Allah hər birinin canını sağ eləsin, hər birinin yolu açıq olsun. Çünki müəllimələrimiz çox əziyyət çəkirlər. Müəllimələrimiz bugün həm anadır, həm müəllimədir, həm ailə başçısıdır, həm evdardır. Buna görə də müəllimələrimizin işi çətindir. Deyək ki, tələsik dərsə qulaq, kurikulum dərsinin izahına qulaq asalsa, dolma bişirirsən və yaxud da yemək bişirirsən. Sonra ətrafında bir qaynanana mı deyirsən ki, ay ana, al bu yeməyin dadına bax, gör. Ana yeməyin və yaxud da qaynana yeməyin dadına baxır, deyir, ay gəlin, yeməyin duzu yoxdur. Deməli, burada qaynana rəy bildirir. Heç bir şey demir. Deyir, yeməyin duzu yoxdur. Artıq sən də burada dolmanın içine həmən duz tökəsi deyilsənmi? Rəyini aldın, bildin ki, yəni sənin yeməyin duzsuzdur. Burada heç bir müdaxilə yoxdur. Özünü monitoring elədin, müşahidələrin var, agah olmaq, rəy. Rəy verdi sənə və sən bildin ki, sənin yeməyin duzludur, duzu yoxdur da. Və yaxud da uşaq məktəbdə şeir deyir. Müəllim deyir, hara tələsirsən, hara qaçırsan, sənin intonasiyan hanı, sənin bir fasilən hanı. Bunların hamısı real vaxtdır. Amma bundan başqa heç bir söz demir, düzəliş etmir, rəy verir sadəcə. İndi biz artıq düzəlişlərimizi ikinci hissədə edəcəyik ki, özünü tənzimləmə görək bizə nə deyir? Özünü tənzimləmə bizdən nə istəyir? Özünü tənzimləməni görək birinci komponenti nədən ibarətdir? Özünü tənzimləmədə özünü tənzimləmə, yəni insan özünü öyrənməsi də, özünün öyrənməsini rəhbərlik etməsi də, belə deyək ki, yəni özümü necə öyrənməliyəm, məqsədlərim nə olmalıdır, məqsədinə çatmaq üçün çalışmasıdır, yəni özünü tənzimləyə bilməsidir, yəni özünü cilovlu emosiyalarını vəziyyətdə saxlamalıdır, davranışını nəzarətdə saxlamasıdır. Yəni mən özümü tənzimləyə bilirəmsə, yəni bu bacarıq məndə varsa, artıq mən məqsədimə nail ola biləcəm. Əsas komponentləri hansılardır görək ki, yəni özünü tənzimləmənin də bildiyimiz kimi 3 komponenti var. Məqsədin müəyyən edilməsi. Mən qısaca məqsəd yazacağım, çünki yerimiz azdır. Məqsəd. Özünü tənzimləmədə məqsəd deyəndə nə başa düşürük, əziz müəllimlər? Qarşıma mən bir müəllim olaraq bir məqsəd qoyuram. Ancaq mən elə məqsəd qoymalıyam ki, məqsədim aydın olsun, əldə oluna bilən olsun da. Mən o məqsədə çatmaq üçün, yəni o məqsəd mənim üçün əl çatan olmalıdır. Yəni məqsədimi düzgün bilməliyəm. Mən qarşıma bir məqsəd qoyuram. Həmin məsəl üçün mən deyirəm ki, mən MİQ imtahanından keçməliyəm. Və yaxud da müəllimlərimiz qarşısına qoyur ki, MİQ imtahanından keçməlidir. Bu sizin məqsədiniz var. Məqsədinə çatmaq üçün bizim müəllimlər çox şeylərin üzərindən xətt çəkmək məcburiyyətində qalırlar. Əyləncəsindən kəsməlidir, yuxusundan kəsməlidir, istirahətindən keçməlidir. Yəni bunların hamısının məqsədinə çatmaq üçün keçməlidir. Və yaxud da bir toy var, bir rəfiqələrlə yığışmaq var. Əgər biz bunun hamısında iştirak etsək, artıq bizim məqsədimiz axırda, yəni biz məqsədimizə çatmayacaq. Buna görə də məqsədimizə çatmaqdan ötəri biz səylə çalışmalıyıq, məqsədimizə doğru irəliləməliyik. Yəni məqsədimizdən vaz keçməməliyik, türklər demişdi. Biz məqsədimizi bəlli edirik ki, mənim məqsədim MİQ imtahanından və yaxud da sertifikasiyadan keçməkdir. Məqsədimə görə yəni gecə yuxumdan kəsirəm, səhər vaxtı dururam və yaxud da məqsədimə çatmaq üçün də bir müddət bir çox şeylərdən məhrum oluruq, belə deyək ki. Çünki bizim məqsədimiz var. Biz bu məqsədimizə çatmalıyıq. İkinci gəlib görək komponentimiz nədir? Özünü tənzimləmənin ikinci komponenti görək nədən ibarətdir. Özünü tənzimləmənin ikinci komponenti əziz müəllimlər. Planlaşdırmaq,
Plan deyəndə nə başa düşürük? Adından bəllidir. Planım. Yəni mən planımı elə qurmalıyam ki, mənim həm öz ixtisasıma, həm kurikuluma vaxt ayrılmalıdır, həm ailəyə vaxt ayrılmalıdır. Bunun üçün planlaşdırma şərtdir. Yəni məqsədə çatmaq üçün plan olmalıdır, strategiya olmalıdır. Lazım gələrsə strategiyada bir dəyişiklik etmək lazımdır ki, düzgün planın olsun və o plana doğru hərəkət edə biləsən. Görək plan quranda necə plan qururuq? Bayaq da dedim. Məsəl üçün, mən miqə hazırlaşıram. Gün ərzində 2 saat Azərbaycan dili, 2 saat riyaziyyat, deyək ki, metodika üzrə hazırlaşıram. 2 saatda kurikuluma vaxt ayırmalıyam. Mənim planım budur. Mən işlərimi elə görməliyəm, yuxu rejimimi elə qoymalıyım ki, mənim planım həyata keçsin. Və planım üzrə iş planlı olanda daha rahat olur. Bölgülü olanda daha rahat olur. Və ona görə də özünü tənzimləmə deyir ki, sənin planın olmalıdır. Yaxşı, mən planımı da qurdum. Məqsədimi bəlli elədim, planımı qurdum. Görək özünü tənzimləmə mənə 3-cü hissəsində nə istəyir, yəni məndən 3-cü hissəsində? Emosiyalarımı tənzimləmə. Emosiyalarını tənzimləmə nə deməkdir, əziz müəllimim? Biraz yerimiz yaxşı deyil, üzrlü hesab edeyim. Mənim heç xəddim də o qədər də yaxşı deyil. Ona görə də mən bunları onsuz da deyirəm də sizə. Sadəcə olaraq yazıram ki, yeni də az çox nə görünürsə görünsün. Emosiyalarımızı tənzim eləmə ondan ibarətdir ki, bax deyək ki, yeni də deyəsiniz ki, müəllim ancaq elə miksilərdən imtahan çəkir, misal çəkir, üzrlü hesab edeyim. Yəni, əziz müəllimlər, emosiyalarını idarə etmək o deməkdir ki, bax, bu günlərim mən bayaq da qeyd etdim ki, miqə hazırlaşan qadın müəllimlərimizdə əsas çox əziyyətlər çəkirlər. O əziyyətin qarşılığında artıq insan özü əsəbləri pozulur, ruh düşkünlüyü yaşayırsan, uşaq bir tərəfdən üstünə gəlir insanın, qaynana varsa qaynana, qaynata varsa onların yükü, ağırlığı, yoldaşım var, o işdən gəldi, yemək lazımdır, çörək lazımdır, özümüzün əlavə problemlərimiz olur. Bunların hamısı üst-üstə gələndə artıq biz yoruluruq. Həmin an, deyirik, qutardı, bəsdir, daha mən imtihana hazırlaşmıram, mənlik deyil, mən bu əziyyəti dözə bilmirəm, uşaq üstümə gəlir, ailə üstümə gəlir, hamısının yükü mənimlədir. Artıq emosiyalarını tənzimləmə deyir ki, özünü tənzimləmənin emosiyalarını tənzimləmə 3-cü kateqoriyasında deyir ki, belə olanda emosiyalarını tənzimlə, özünü cilovla, məqsədini yada sal, planını yada sal və sən məqsədini yada sal ki, sənin məqsədin nə idi? Özünü bir növ belə motivasiya ilə, miq imtahanını düşün, hər hansı bir məktəbdə işləyəcəyini düşün. Yəni, mən gələcək məktəbdə işləyəcəm, müəllim adını qazanacam, şagirdlərim olacaq. Emosiyalarını tənzimlə və qaldığın yerdən artıq işinə davam etməyə başla. Ümid edirəm ki, aydındır müəllimlər və gəlirik özünü tənzimləmənin son komponenti olan uyğunlaşmağa. Görək uyğunlaşma bizdən nə istəyir? Lövhədə o qədər yazı yazırıq ki, lövhəmiz artıq, bərbad günə düşüb. Uyğunlaşma. Uyğunlaşma nə deyir bizə? Uyğunlaşma bizə deyir ki, bax, bayaqlarım qeyd etdiyimi özünün monitorinqin 3-cü hissəsi olan rəy almaq hissəsinə dedik ki, rəy alırıq, heç nəyə toxunmuruq. Səhv də olsa, düz də olsa o rəyi verdik və biz bundan sonra heç bir şey etmirik də, müdaxilə etmirik. Ancaq uyğunlaşmada isə, məsəl üçün, mənim bir riyazi bacarıqlarımda bir problemim varsa, mən misalı məsələni lövhədə yazıram, müəllimdən soruşam, müəllim necə yazdım? Müəllim deyir ki, ay bala, onun orasını niyə elə yazmışsan, niyə səhv yazmışsan da, yəni, onu o cür niyə yazmışsan, rəyini bildirir və heç nə demir, müəllim heç nə müdaxilə etmir. Artıq özünü tənzimləmədə uyğunlaşma mənə deyir ki, səhvlərini bir də yazanda artıq səhvlərin üzərində düzəliş et. Yəni, səhvlərin üzərində düzəliş etməlisən. Harada səhv buraxmısansa, onları düzəltməlisən. Lazım gələrsə, strategiyanda düzəliş etməlisən ki, mən görüm, neyi səhv edirəm. Yəni, rəyi artıq burada nəzərdən keçməlisən ki, müəllim rəy verdi. Nəticələrə əsasən öz fəaliyyətində düzəliş edirsən.
Əgər sənə bu düzəlişin fayda vermirsə, artıq yəni strategiyan fayda vermirsə, başqa bir strategiyaya keçə bilərsən. Belə deyək. Hər birinizdən uzaq olsun inşallah. Məsəl üçün deyim. Heç bu misalı çəkmək istəməzdim. Ancaq çəkirəm sizlərdən uzaq. Deyək ki, bu il heç nəzərdə tuturam. Keçən illərim ola bilsin də, bu MİQ imtahanı ilə bir imtahandır ki, əziz müəllimlər. O qədər savadlı müəllimlərimiz kənarda qala bilir ki, çünki burada biraz belə deyək ki, şans da var, məntiq də var. Daha gənc müəllimlərimizdə bu, heç müəllimlərimiz qınanması da deyil. Çünki əvvəlki ənənəvi təhsil sistemində məntiq bir o qədər inkişaf etmirdi. Artıq maşallah indiki müasir təhsilimizdə artıq yəni məntiqli müəllimələrimiz, məntiqdən istifadə edən müəllimlərimiz daha çoxdur. Müəllimlərimiz. Olur da, olur ki, məsəl üçün keçən imtahan edən müəllimlərimiz var, imtahanda iştirak edib MİQ imtahanında. Artıq o MİQ imtahanında kəsilib də belə deyək ki, keçənini keçə bilməyib. Sonra zəif nəticə əldə edib və gəlir müəllimlərinin bəzi tövsiyələrini eşidir, o tövsiyələri nəzərə alır. Artıq bu illərim öz üzərində dəyişikliklər edir, öz fəaliyyətində dəyişiklik edirsə, artıq bu uyğunlaşmadır. Yəni bundan o tərəfə misal yoxdur əziz müəllimlər. Bu cür deməyə çalışdım ki, yadınızda daha yaxşı qalsın. Yəni keçən iştirak edib, müəlliminə gəlib, müəllimin yanında bu cür səhvlər buraxdığını deyir və müəllim artıq ona tövsiyələri verir, həmin tövsiyələri eşidir. Yəni onun üzərində keçən il buraxdığı səhvdir, bu il düzəldirsə, artıq uyğunlaşma gedir onda. Yəni uyğunlaşma prosesinin, özünü tənzimləmənin uyğunlaşma 4-cü kateqoriyasından istifadə edir. Artıq onun bacarığı var ki, düzəlişlərin edir və o tövsiyələrə qulaq asır, uyğunlaşmadan istifadə edə bilir. Əziz müəllimlər, metakognitiv bacarıqların özünü monitorinq, özünü tənzimləmə üzərində yazmışam, sadəcə unutmuşam deməyi. Özürlü hesab edin, çünki əyani dərsdən çıxmışam, biraz yorğunluq. Proses zamanı gedir. Yəni, metakognitiv bacarıqların özünü monitorinq və özünü tənzimləmə hissəsində bu müşahidədir, agah olmadır, reydir, özünü tənzimləmənin məqsədə çatmadır, planlaşdırmadır, emosiyanı idarə etmədir, uyğunlaşma hissəsi, bunların hamısı proses gedə-gedə baş verir. Yəni, proses bitəndən sonra artıq 3-cü hissə olan özünü qiymətləndirmədən söhbət gedə bilər ki, görək özünü qiymətləndirmədə nələr var, neçə hissədən ibarət. Artıq əsas komponentləri hansılardır? Özünü qiymətləndirmənin əsas komponenti qiymətləndirmədir. Birinci komponenti qiymətləndirmə. Qiymətləndirmə. Qiymətləndirmə deyəndə nə başa düşürük? Yəni, gördüyüm işin nəticəsi necə oldu? Necə oldu? Sualına cavab tapmaqdır. Yəni, mənim gördüyüm işin nəticəsi necə olub və buna cavab tapırsansa, burada artıq sən qiymətləndirmədən istifadə edirsən. Yəni, necə olub da mən MİQ imtahanına girdim, 60 sual idi, 52-sini düz yazmışam, 8-ini yazmamışam, bir yaxud da səhv yazmışam. Özünü qiymətləndirsən, qeyd edim ki, bu mərhələdə artıq mühakimə yürütmək bacarığı da inkişaf edir. Bu oldu qiymətləndirmə. Bax, səhvini bilirsən, düzünü bilirsən, özünü qiymətləndirirsən. Bildin ki, və yaxud da test yazırsınız, əziz müəllimlər. Testdən, məsəl üçün, verilir sizə 50 test, siz yazırsınız bundan 40 dənəsin, uzaq olsun, həmişə yazasınız 60-a 60 test. İndi oldu da oldu, dərsi zəif öyrənmişsiniz, dərsə yaxşı qulaq asmamışsınız. Oldu 60 testdən gəlib 40 dənəsini yazmışsan, 20 dənə səhvin var. Bunu bilirsənsə, artıq sən özünü qiymətləndirirsən. Görək qiymətləndirmənin ikinci əsas komponenti hansılardır? İkinci komponenti refleksiyadır, əziz müəllimlər. İkinci refleksiya. Refleksiya nə deməkdir? Yəqin ki, bunu çoxunuz bilirsiniz. Refleksiya deyəndə nə başa düşürsünüz? Yəni, bitirdiyim işdə nələri daha yaxşı bacardım?
Bəs səhvim harada oldu? Səhvimi niyə etdim? Səhvlərimi necə düzəldə bilərəm? Əgər bu suallara cavab tapırıqsa, demək bizdə refleksiya bacarığımız var. Yəni, nələri yaxşı bacardım? Harada səhv elədim? Səhvlərimi necə düzəldə bilərəm? Bunları bilirsinizsə, artıq sizin refleksiyanız var. Refleksiya bacarığınız var, yəni bu deməkdir. Yəni, bir imtahana gedirsiniz, MİQ imtahandasınız, imtahan bitir, yaxşı tərəfi nə oldu, çətin tərəfi nə oldu, yaxşı tərəfi oldu ki, mən Azərbaycan dili riyaziyyatı suallarda çox rahatlıqla yazdım, heç bir çətinliyim olmadı. Lakin kurikulum suallarında çətinliklərim oldu. Yəni, bundan sonra mən artıq demək kurikulum suallarını, kurikuluma daha diqqətli yanaşmalıyam, kurikulumun üzərində daha çox fikirləşməliyəm, daha çox düşünməliyəm. Bu haqda əgər düşünə bilirsinizsə, demək sizin refleksiya bacarığınız mövcuddur, əziz müəllimlər. Ümumiyyətlə, əziz müəllimlər, yekunlaşdıq. Dərsimizi çalışdım ki, qısa və əsas hissələrini deyim, sizi yormuyum. Ümid edirəm ki, dərsimiz başa düşülən, anlaşıqlı oldu. Sonda yenə də olaraq mən sizə hər birinizə uğurlar arzulayıram və əgər dərslərimizi bəyənirsinizsə və yəni bu dərsdən heç olmasa bir cümlə də olsa sizə biz nələrsə faydalı ola bilir, nələrsə ötürə biliriksə bəyənib paylaşmağı zəhmət olmasa unutmayın. Dərslərimiz haqqında da sonda qeyd edirəm ki, 050 752 65 07 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Biz MİQ Pedaqoji İnkişaf Mərkəzi olaraq hər zaman sizə dəstək olmağı özümüzə borc bilirik, əziz müəllimlər. Sağ olun. İnşallah gələn dərslərimizdə görüşmək ümidi ilə.